Camaatın heç bir təqsiri zadı yox idi. Onu da o əclaf aldatmışdı. Çöklərin çoxunun sənədi sən demə saxta imiş. Bəs niyə məhkəmədə boynunu aldı? Seyrizad dilə tutdu. Hamısı o çaqqalın işiydi. Müharibə vaxtı oğurluqla milyonlar qazandı. Vallahi bizim heç neydən xəbərimiz yox idi. Ala biz kim idik? Şofer baba idi, dükanlara çörək daşıyırdıq. Biz tutulanda Seyriza gəldi, müstəntiqi gördü, bütün sənədləri dəyişdilər. Belə çıxdı ki, artıq çörəklərin hamısı oğurluqmuş. Sənədlərdə o çörəklər göstərilmirsə, deməli, onları biz oğurlamışdıq, şoferlər. Bəs niyə sordunuz? Hamımız o Seyriza aldatdı. Bizi dilə tutdu ki, siz sonra başa sallan. Bir də o saxta sənədlərdən heç kimə bir kəlmə deməyin, yoxsa o çörək zavodun yarısını tutub damlayarlar. Çünki deyir, taksuru zaduz yoxdur. Neynəmişsaq, onsuz da gəlib məhkəmədə sizi qutaracaq. Bu da məhkəməyə heç ayaq basmadı. Heç nədən ərəmizə 10 il yapışdırdılar. Firuz, gəl də. Yaxşı, hələlik, darıxma. Atam nədən öldü? Ürəyindən yazıq çox fikir eləyirdi ki, cəmaat onu oğru sayır. Niyə yatmırsan, abala? Nəyi fikirləşirsən? Heç nəyə aynı. Sən yat. Открывай, хозяйка. Açın qapını.